Buraxılış imtahanında az bal yığanlara şad xəbər. İmtahan balınız artırılır. Bir fəndən 50 bal istəsən 50 manat ödə. Bu sözləri nə biz, nə də rəsmi qurumlar deyir. Bu ifadələr dələduzlara aiddir. Onlar TikTok və Telegram kimi sosial şəbəkələrdən abituriyentlərə və onların valideynlərinə çağırışlar edərək aldadırlar. Belə dələduzlara rast gələn valideynlərdən biri də Xəyalə xanımdır. 9-cu sinifdə oxuyan övladı yaxın vaxtlarda buraxılış imtahanı verəcək. Xəyalə xanım deyir ki, sosial şəbəkədə dələduzların paylaşdığı elanı görüb və müraciət edib. Dedi ki, siz nə qədər bal istəyirsiniz hər fənə görə? Dedim, indi məktəbin ballarıdır da, bu da 3 fəndən olunur da. Azərbaycan riyaziyyat, ingilis dilindən əsas fənlər budur ki, yəni imtahan verilsin. Dedim, hərəsindən 50 bal olsa mənə bəs eləyir də, ümumilikdə 150 bal. Onlar da dedilər ki, sizin balınıza görə qiymət imtahandan əvvəl 150 manat, imtahandan sonra isə proses biraz çətin olduğuna görə 200 manat olacaq. Xəyalə xanım dələduzların təsiri altına düşdüyünü də etiraf edir. Deyir ki, onların bu işi rəsmi və qanuni şəkildə gördüyünə inanıb və ödənişi etmək istəyib. Amma son anda yaxınları onu bu yoldan çəkindiriblər. Bunlar o qədər inandırıcı bir şey eləyiblər ki, deyirlər biz sizə bütün hər şeyi eləyirik, ödənişi sonradan alırıq. Ona görə də valideynlərin çoxsu inanır da buna. Mən də hamı kimi inandım yəni. Müraciət elədim və yazdılar ki, bəs hər şeyi yəni normal şəkildə, rəsmi şəkildə eləyirik. Kodlaşdırmaya qədər sizə hər şeyi atırıq. Şəxsi kabinetdən bütün bunları görə biləcəksiniz. Deyilənlərin nə qədər doğru olub-olmadığını yoxlamaq məqsədi ilə biz də səhifəyə 11-ci sinif şagirdi kimi müraciət etdik. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirildi ki, qurum belə dələduzluq hallarından xəbərdardır. Hətta həmin şəxslər qurumun loqosundan istifadə etməklə əhalini bütün məlumatların rəsmi, gördükləri işin isə qanuni olduğuna inandırmağa çalışır və onları aldadırlar. Qurumun sözçüsü valideynləri və abituriyentləri bu kimi elanlara inanmamağa çağırır. Abituriyentlərin özləri də ayıq olsa bilərlər ki, əlbəttə ki, Dövlət İmtahan Mərkəzinin məlumatlarına kiminsə girişi mümkün deyil. Bunlar qapalı serverlərdə saxlanılır. Ona görə də əlbəttə buna inanmaq olmaz və mümkün olan bir şeylər deyirlər. Dövlət İmtahan Mərkəzi bir daha müraciət edir ki, belə halla qarşılaşan abituriyentlər və yaxud da ki, digər şəxslər hüquq mühafizə orqanlarına müraciət eləsinlər və yaxud da mərkəzin 1653 çağrı mərkəzinə info@dimqovaz postuna yaza bilərlər ki, çünki bunlar hamısı dələduzluq əməlləridir. Məsələ Daxili İşlər Nazirliyinin də diqqətindədir və həmin şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür. Polis kiberdələduzların qurbanı olmamaq üçün şübhəli vəziyyətlə qarşılaşan vətəndaşları Nazirliyin 102 zəng mərkəzinə, həmçinin sosial şəbəkələrdə Polis Azərbaycan rəsmi səhifələrinə məlumat verməyə çağırır. Ləman Abbaslı, Qadir Əliyev, İTV Xəbər.